Xoş gördük hər birinizi, əziz həmyerlilər, gözəl qonaqlar, xoş gəlmişsiniz. Paytaxt Bakıda Naxçıvan Muxtar Respublikasının qədim və zəngin adət-ənənələrindən biri Xıdır Nəbi bayramı qeyd olunub. Yazın gəlişini, bərəkəti və ruzi bolluğu simvolizə edən bu el şənliyi müxtəlif nəsilləri bir araya gətirib. Tədbirdə Naxçıvanlı ailələr, ziyalılar, incəsənət nümayəndələri iştirak ediblər. Bayramın əsas ruhu isə milli birlik və ənənəyə bağlılıq idi. Xıdır Nəbi süfrəsi qurulub, qədim Naxçıvan yeməkləri təqdim olunub. Süfrədə yer alan təamların hər biri bolluq və ruzi rəmzi kimi dəyərləndirilib. Naxçıvanlı müğənnilərin ifaları da tədbirə xüsusi rəng qatıb. Xıdır Nəbi bayramı bir daha göstərdi ki, qədim adət-ənənələr yaşadıqca milli kimlik də yaşayır. Bakıda təşkil olunan bu el şənliyi isə Naxçıvan ruhunu paytaxtda bir araya gətirdi. Sayca bugün 4-cü dəfə biz Naxçıvanın adət-ənənələrini yaşadaq adlı tədbirimizi keçiririk. Məqsədimiz Naxçıvanlıları bir araya yığmaq və adət-ənənələrimizi gənc nəsillərə ötürməkdir. Bizim adət-ənənələrimizi yaşatmaq, gənc nəsilə bu adət-ənənələri ötürmək çox gözəl bir təşəbbüsdür. Xıdır Nəbi bayramı Naxçıvanlılar Xızır İlyasın, Xızır Peyğəmbərin şərəfinə təşkil etdiyi bir bayramdır. Xıdır Nəbi bayramının çoxlu kiçik mərasimləri var. Buğda, noxud, məkə, qarğıdalı deyirsiniz. Dənə, badam, fındıq, qoz, cəviz, hər şey qavurardıq. Bir də buğdanı qavurardıq. Kimin yoxdur, qonşulara pay verərdik. Olandan olmayana, gəlin köçən qızlara pay aparardıq, nişanlı qızlara pay aparırıq. İndi də haliyyədə elədik. Bütün qonşular bir-birləri ilə ancaq başqa vaxtda görüşməsələr, bu Xıdır bayramında hamı bir-biri ilə görüşür, hamı bir-birinin dərdindən halı olur. Şahbuz rayon Nuş kəndindən bizim də kətdə belə qovurqa qovrulur. Baharın ilk gəlişi Novruzdan xəbər verir. Nişanlı qızlara xonça aparılır. Qürur duyuram vətənimizlə, Naxçıvanla. Təşəkkür edirəm hamısına. Çox sağ olun. Naxçıvan əhalisinin sevə-sevə hər il qeyd etdiyi bayramdır. Biz bura yığılmışıq, Naxçıvanlılar, çox gözəl hisslərlə. Bu bayram bizə atamızı, anamızı, qohum-əqrabamızı yad eləməyə vadar eləyir, gözəl xatirələr doğurur. Bizim məqsədimiz Naxçıvan diyarına aid olan adət-ənənələrin saxlanılması, qorunması, yaşatması və gələcək nəsillərə keçirilməsidir. Düşünürəm ki, bundan sonra da belə bayramları tez-tez keçirəcəyik, çünki buna böyük mənəvi ehtiyac var. Rahim Əkramoğlu, xanım Rüstəmzadə, Elşad Heydərov, NTV Xəbər, Bakı.